Oturacaqları 15 və 12 olan düzbucaqlı trapesiyanın diaqonalı onun yan tərəfinə perpendikulyardır. Trapesiyanın sahəsini tapın. Burada C təpəsindən bir dənə hündürlük çəksək, AB tərəfinə bərabər olacaq və bir SK ilə işarə etsək, həmçinin ASD-nin özü də düzbucaqlı üçbucaq olduğu üçün SK-nın kvadratı bərabərdir AK vurulsun KD. AK ilə 12-yə bərabərdir. Yəni SK-nın kvadratı bərabərdir 12 vurulsun. Bura qədər 12-dirsə, deməli bu hissədə 3-dür. SK bərabərdir 36 edir. Kvadratı 36-ya bərabərdirsə, özü 6-ya bərabərdir. Və bu da 6-dır. Bizdən trapesiyanın sahəsi tələb olunur. Trapesiyanın sahəsi S bərabərdir. Oturacaqların cəminin yarısı. Vurulsun hündürlük. Hündürlük də elə 6-dır. Bərabərdir. 6 ilə 2 gedir, 3 qalır. 12 ilə 15, 27-dir. 27 vurulsun 3 bərabərdir 81.